Bu ayə xanım Zəhranın şənindən nazil olub, bilirsiniz. Peyğəmbər hicrət eləyəndə əvvəl özü çıxıb, sonra gözləyib Həzrət Əli, Həzrət Zəhra ilə gələcək, nigaran idi ürəyi. Allah ayə göndərdi, Fatimənin halını vəsf edir ki, ya Rəsulallah, Fatimə Allahın zikrinə qərq olub, Allahın fikrinə qərq olub, nigaran qalma. Fatimə göylərin barəsində təfəkkürdədir, Allahın zikrinə qərq olub, Allahı düşünür. Zəhradan nigaran qalmadı, Peyğəmbərin qəlbinə aramlıq çöktü. Adam yerə göyə baxır, adam biri-birinə bir dənə yaxşılıq eləyir, deyir, çox sağ ol. Allah'a necə, nə deyəsən, deyir ki, bax bu qədər, hər şeydə bax, nə ki görürsən, hamısı sənin xidmətçindir, sənə görə başının sədaqəsidir, necə deyim. Sənə qurbandır bu şeylər, sənin xidmətçilərindir. Baxırsan göyə, bir dəfə göyə belə baxmırsan ki, bu ulduz mənə görədir orada. Məcazdır bu, məcaz deyil, sözün birbaşa mənasında. Bizim səhvimiz bilsin, deyir ki, biz də çoxuq, yox, sən hamını at qırağa, deyilən mənəm, var filan kəs. Mən filan kəsə görə o boyda Allah, o əzəmətdə Allah, bütün bu aləmi xəlq eləyib, dayanmadan hər öz işindədir. Kim mənə qulluq eləsin, mənə qulluq eləsin, mənə xidmət eləsin. Mənim yerim Peyğəmbərin yanındadır. Bunlar gəlib mənə qulluq eləsin ki, mən Peyğəmbərin yanına gedim Yezidin yanına, gedim şeytanla həmsəfər olum. Bunlar mənim qulluğumdadır ki, mən bir iş görüm özümlə.